Salam əziz yoldaşlar, hər vaxtınız xeyir olsun. Bu günlərim sizlərlə bərabər bəzi qanunvericilikdən bəzi tipli suallar var ki, həmin sualların izahına baxacağıq. Çoxdan da video çəkmirdim və yenidən sizləri videolarla belə təmin etməyə başlamışam artıq. İnşallah ki, xeyirlisi olacaq, yaxşısı olacaq və may imtahanım gəlir önümüzdə inşallah mayın 15 imtahandır. Bundan sonra təbii ki, iyun imtahanı gələcək. İyun ayında, yəqin ki, yenə iyun əvvəllərində olacaq imtahan. Yəni, yəni artıq bu belə deyək də, dim artıq özə bildirir ki, mən ayın əvvəlləri ilə imtahanı. Yəqin ki, yəni iyunun ya birinci bazarı, ya ikinci bazarı növbəti imtahan olacaq. Yəni elə gözlənilir. Belə, yavaş-yavaş başlayaq. May ayında imtahan verən tələbələr diqqətlə qulaq asın, özü digər tələbələr diqqətlə qulaq asın. Təbii ki, hər birisi üçün faydalı olacaq. Təbii ki, sual üzərində izah hər kəsə daha yaxşı gəlir, həm də hər şeyə toxunuruq burada və inanıram ki, çoxunuz üçün faydalıdır. Yəni bu baxımdan həqiqətən də buna inanıram. Belə, diqqətlə qulaq asın, başlayaq yoldaşlar. Deyir ki, birinci sual deyir ki, hansı qanun Azərbaycan Respublikasının qanunverici sisteminin, ümumiyyətcə qanunverici sisteminin əsasını təşkil edir və ən yüksək hüquqi qüvvəyə malikdir? Bəli. Nədir? Hansı, yəni bunlardan hansı həm sistemin əsasını təşkil edir, həm də təbii ki, ən yüksək hüquqi qüvvəyə malikdir. Təbii ki, biz diqqətlə baxsaq, sistemin əsası da ən yüksək hüquqi qüvvəyə malik olan akt da nədir? Təbii ki, Azərbaycan Respublikasının konstitusiyasıdır yoldaşlar. Yadda saxlayın bunu. Həm bütün qanuni sistemin əsasıdır, həm də ən yüksək hüquqi qüvvəyə malik olan bir aktdır. Yadda saxlayın bunu. İkinci suala deyir ki, konstitusiyaya görə dövlətin təməli nə təşkil edir? Bəli, konstitusiyaya görə Azərbaycan Respublikasının konstitusiyasının 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlətin təməlini xalqın vahidliyi təşkil edir. Yadda saxlayın bunu. Xalqın vahidliyi dövlətin təməlini təşkil edir yoldaşlar. Yadda saxlayın bunu. Yadda saxlayın ki, üçüncü sual deyir ki, konstitusiyaya görə aşağıdakılardan hansı vətəndaşların vəzifələrinə aid deyil? Bəli. Gəlin tapaq. Ümumiyyətcə ətraf mühiti qorumaq bir vəzifədir. Yəni ətraf mühiti qorumalıyıq təbii ki də. Bu bizim vəzifəmizdir. Biz ətraf mühiti çirkləndirə bilmərik. Yəni artıq bunun cəriməsi də var, düzdürmü? Yəni olmaz. Bu qorumaq bizim vəzifəmizdir. Vətənə sədaqətli olmaq, bu da təbii ki, vəzifələrimizin biridir. Tarixi mədəni abidələrini qorumaq da vəzifələrimizin içindədir. Yəni hər bir şəxsin borcudur hətta orada göstərilir. Yəni bu da bizim vəzifələrimizdir. Amma zərərin əvəzinin ödənilməsini tələb etmək, yəni zərərin ödənilməsini tələb etmək hüquqdur. Yəni sənə hər hansı bir zərər dəyərsə, hər hansı bir belə deyək də, dövlətə qarşı cinayətə görə, hər hansı bir digər hallara görə sənə gəlib əmlakına, bir sağlamlığına zərər gələrsə, bu zərərin əvəzini gedib sən tələb eləyə bilərsən. Yəni bu hallarla əlaqədar sənin əmlakına və ya sağlamlığına zərər gələrsə, yenə deyirəm, bu zərərin əvəzini gedib nə edə bilərsiniz? Tələb eləyə bilərsiniz, yoldaşlar, yadda saxlayın. Demək, burada A variantı nə oldu? Hüquqlarımız sırasına daxil edilir yoldaşlar. Yadda saxlayın ki, deyir konstitusiyaya görə tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə riayət olmasının təminatçıdır. Ümumiyyətcə, Konstitusiyanın 8-ci maddəsində bizə göstərilir ki, Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə riayət olunmasının, eləcə də məhkəmə hakimiyyəti müstəqilliyinin təminatçısıdır. Demək, cavab nə oldu? Təbii ki, 4 dənə halın təminatçısıdır. Burada birini göstərib, mən sizə digərlərini dedim. Tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə riayət olmasının təminatçısı kimdir? Təbii ki, Azərbaycan Respublikasının prezidentidir yoldaşlar. Yadda saxlayın bunu. Deyir ki, nə vaxt Milli Məclisin sesləri qapalı keçirilə bilər? Nə zaman? Milli Məclis sesləri o zaman qapalı keçirilə bilər ki, bundan ötürü Milli Məclisin 83 deputat tələb eləsin ki, gəlin bunu qapalı keçirək və ya prezident təklif eləsin ki, gəlin bunu qapalı keçirək. Vəssalam. Bəli, deputat tələb eləyəndir, prezident təklif eləyəndir. Demək, 83 deputat tələb eləməlidir, prezident təklif eləməlidir ki, gəlin bunu qapalı keçirək. Hətta suala belə də salırlar arada, diqqətli olun. Deyirlər ki, kimin tələbi ilə qapalı keçirilə bilər? Bu zaman siz prezidenti götürmürsünüz də orada, yəni bilirsiniz yəqin ki, 89 deputatın tələbi ilə qapalı keçirilə bilər və ya belə salır ki, kimin təklifi ilə qapalı keçirilə bilər. Yenə də siz təbii ki, diqqətli olmalısınız. Təbii ki, prezidentin təklifi ilə qapalı keçirilə bilər. Yəni belə diqqətli olun. Cavab nə olur? Cavab A bəndi olur yoldaşlar burada.
Milli Məclisin növbədənkənar sessiyalarının gündəliyi kim müəyyənləşdirir? Ümumiyyətcə, Milli Məclisin növbədənkənar sessiyalarını çağıran Milli Məclisin sədridir. Kimin tələbi ilə çağırır? Prezidentin və ya Milli Məclisin 42 deputatın tələbi ilə çağıra bilər. Bəs yaxşı, onun gündəliyini kim müəyyənləşdirir? Gündəliyini kim müəyyənləşdirir? Təbii ki, kim tələb eləyibsə, çağırılmanı kim tələb eləyirsə, o da gündəliyi müəyyənləşdirir, yadda saxlayın. Cavab nə oldu? Təbii ki, cavab D bəndi yoldaşlar, yadda saxlayın. Daha sonra təzədə beləsə elan olunan qanun layihələri olur ki, bunlar prezidentə imzalamaq üçün təqdim olunur. Baxın, təzədə elan olundu 24 saata təqdim olunur. 24 saat aparıb neynənməli? Təqdim olunmalıdır ki, prezident bunu imzalasın. Bəs prezident bunu neçə gün ərzində imzalayacaq sizdən soruşarsa, 56 gün ərzində imzalayacaq. Təzədə olsa fərq etməz. İstəyir normalda 14 günə təqdim olunur qanunlar. Yenə fərq etməz. Prezident bunu neçə gün ərzində imzalayır? İmzalayır deyirsə, cavab nə olur? 56 gün. Amma təqdim olunursa, normalda təqdim olunma 14 gündür. Təcil təqdim olunma 24 saatdır yoldaşlar. Bitdi getdi. Cavab deyil bəli. Prezident istefa verdikdə onun istefa ərizəsi kimlə təqdim olunur? Ümumiyyətlə prezident istefa verdikdə onun istefa ərizəsi Konstitusiya Məhkəməsi təqdim olunacaq. Və Konstitusiya Məhkəməsi təbii ki, əmin olmalıdır ki, həqiqətən də bu istefa ərizəsini verən kimdir? Prezident özüdür. Bəli, Konstitusiya Məhkəməsi buna əmin olduğu təqdirdə neyləyəcək? Təbii ki, prezidentin istefası haqqında qərar qəbul edəcək. Demək, bu kimə təqdim olundu yoldaşlar? Təbii ki, Konstitusiya Məhkəməsi. Cavab C bəndi. Bilin ki, deyir burada hansı inzibati vəzifələrin dördüncü kateqoriyasına aiddir? Yerli hərbi məhkəmələr deyə bir şey, ümumiyyətcə, hərbi məhkəmələr hamısı üçüncü kateqoriyadır. Yadda saxlayın. Yerli ağır cinayətlər məhkəməsi də deyə bir şey yoxdur. Ağır cinayətlər məhkəməsi hamısı üçüncü kateqoriyadır. Bakı şəhər prokurorluğu da neçənci kateqoriyadır? Bu da təbii ki, üçüncü kateqoriyadır. Amma yerli icra hakimiyyətləri neçənci kateqoriyadır? Təbii ki, dördüncü kateqoriyadır yoldaşlar. Cavab nə oldu? Cavab C bəndi oldu yoldaşlar. Diqqətli olun. Deyir ki, dövlət qulluğu haqqında qanuna əsasən dövlət qulluğu ilə bağlı normativ metodoloji təminat qaydaları və dövlət qulluğu haqqında qanunun tətbiqinə nəzarəti hansı orqan həyata keçirir? Hansı orqan müəyyən edir? Yəni hansı orqan həyata keçirir? Yadda saxlayın ki, bunu hansı orqan edir? Təbii ki, dövlət qulluğu sahəsində idarəetmə orqanı hansıdır? Dövlət qulluğu idarəetmə şurası. Yadda saxlayın, şura. Diqqətli olun, komissiya falan yoxdur yəni. Dövlət qulluğu idarəetmə şurası bunu həyata keçirir yoldaşlar, yadda saxlayın. Bitdi getdi. Bilin ki, hansı ikinci kateqori dövlət orqanıdır sizdən soruşursa, artıq burada kateqoriyaları bilmək lazımdır. Hamısı Naxçıvandır. Yadda saxlayın ki, Naxçıvanın Ali Məclisi birinci kateqoriyadır. Ali Məclis birinci kateqoriyadır. Naxçıvanın MSK-sı üçüncü kateqoriyadır. Naxçıvanın Televiziya Radio Şurası da bu da üçüncü kateqoriyadır. Naxçıvanın Nazirlər Kabineti, Naxçıvanın Ombudsman aparatı, Naxçıvanın Ali Məhkəməsi, Naxçıvanın prokurorluğu bunları isə hamısı ikinci kateqoriyadır yoldaşlar. Cavab nə oldu? Cavab B bəndi yoldaşlar. Yadda saxlayın. Bitdi getdi. Deyir, dövlət qulluğu haqqında qanuna əsasən dövlət qulluğuna ixtisas dərəcəsi verilərkən nəzərə alınmır. Tutduğu vəzifə nəzərə alınır. Qulluq stajı nəzərə alınır. Əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınır. Amma ixtisas dərəcəsini verən dövlət orqanı nəzərə alınmır. Yəni elə bir şey yoxdur da, yəni niyə də yəni? İxtisas dərəcəsini verən dövlət orqanı niyə nəzərə alınsın ki? Elə bir şey yoxdur yoldaşlar. Cavab C bəndi. Dövlət qulluğu haqqında qanuna əsasən 3-cü, 4-cü, 5-ci təsdiqatda növbəti ixtisas dərəcəsi verilərkən neçə il ara müddəti olmalıdır? Bəli, biz bilirik ki, dövlət qulluğu haqqında qanuna əsasən 3-cü, 4-cü, 5-ci təsdiqatda növbəti ixtisas dərsi verilməsi üçün ixtisas dərəcəsində qulluq müddəti neçə il olmalıdır? 3 il olmalıdır. Yəni sən məsələn 3-cü təsdiqatda hansı ixtisas dərəcələri var? Baş müşavir, müşavir, kiçik müşavir, düzdürmü? Baş müşavir, müşavir, kiçik müşavir. 3-cü təsdiqat. 4-cü təsdiqatda məsələn müşavir, kiçik müşavir, daha doğrusu, həm də müşavir, kiçik müşavir birinci dərəcə dövlət qulluqçusu. Yəni belə gedir, düzdürmü? Yəni məsələn, sən 300 təsdiqata 2 ixtisas dərəcəni alacaqsan hansın? Təbii ki, baş müşavir, müşavir, kiçik müşavir deyilsə, bir də kiçik müşavir alasın. Düzdürmü? Kiçik müşavir kimi 3 il işləməlisən ki, 3 il işləməlisən ki, kiçik müşavir kimi 3 il işləyirsən, keçirsən hansını alırsan? Müşavir alırsan. Təzədən müşavir kimi 3 il işləyirsən, hansını alırsan? Baş müşavir alırsan. Ara müddət nə qədər olur? 3 il. Vəssalam. Cavab nə oldu? Cavab A. Belə bir şey də var. 6-7-ci təsdiqatlarda var. Burada neçə ildir? 2 ildir. Yenə məsələn 7-ci təsdiqatda.
Birinci dərəcə, ikinci dərəcə dövlət qulluqçusu, üçüncü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu. Tamam, sən 7-ci təsdiqata kiçik dövlət qulluqçususan, düzdürmü? Kiçik dövlət qulluqçusu. 2 il işləyirsən burada, 2 il kiçik dövlət qulluqçusu kimi işləyirsən ixtisas dərəcəndə. 2 ildən sonra alırsan nəyi? 3-ü. Üstə 2 il işləyirsən, alırsan nəyi? 2-ni. Vəssalam. Bitdi getdi. Yəni ara müddətləri 2 ildir. 3, 4, 5-də 3 il, 6, 7-də isə neçə ildir? 2 ildir yoldaşlar. Burada isə cavab nə olur? Cavab A. Deyir ki, bu dövlət qulluqçularının vəzifəsində qulluq stajına görə təbii ki, əlavə haqq təyin olunur. Bu əlavə haqq təyin olunarkən, təbii ki, bu necə müəyyən olunur, necə təyin olunmalıdır, aylıq necə olmalıdır? Biz bilirik ki, dövlət qulluqçusu daimi dövlət qulluğuna qəbul olunduğu vaxtdan onun vəzifə maaşına əlavə haqq ödənilir, düzdürmü? Bu əlavə haqq faizlə ödənilir və hər ay ödənilir yoldaşlar. Hər ay faizlə ödənilir və hər ay ödənilir. Yadda saxlayın bunu. Bitdi getdi. Bir ildən bir, bir aydan bir, nə bilim, elə bir şey yoxdur. Nə bilim, ayda bir ay faiz ödənilir, bir ay elə bir şey yoxdur. Hər ay faiz ödənilir. Bitdi getdi. Net bir cavab. Və daimi dövlət qulluğuna qəbul olunduğu vaxtdan təbii ki, bu müəyyənləşdirilir. Yadda saxlayın bunu. Üçüncü təsdiqata aid deyil. Prezident administrasiyası özü ali kateqoriyadır. Ali kateqoriyanın üçüncü təsdiqatları mütəxəssislərdir. Bəli, ali kateqoriya üçüncü təsdiqat mütəxəssis olduğu üçün belə deyək, baş məsləhətçi də mütəxəssis gedir. Bitdi getdi. Yəni baş məsləhətçi mütəxəssis vəzifəsidir. Ona görə A-dakı vəzifə nədir? Mütəxəssis vəzifəsidir. Yəni üçüncü təsdiqata aid daha doğrusu ali kateqoriyanın baş məsləhətçi mütəxəssis olduğu üçün A-dakı cavab üçüncü təsdiqatdır. Çünki ali kateqoriyanın üçüncü təsdiqatları həmişə mütəxəssislərdir. Yəni baş məsləhətçi, aparıcı məsləhətçilər bunlar mütəxəssis gedirlər. Naxçıvan Ali Məhəlləsinin şöbə müdiri. Ümumiyyətlə Naxçıvan Ali Məhəlləsi birinci kateqoriyadır. Birinci kateqoriyanın üçüncü təsdiqatları bəli, şöbə müdirlərinin müavinləri gedir, bölmə rəhbərlərinin müavinləri gedir. Aparat rəhbərləri 1-dir, aparat rəhbərinin müavini şöbə müdiri 2-dir, şöbə müdirinin müavini 3-dür, mütəxəssisləri 4. Birinci kateqoriya. Yəni bu da birinci kateqoriyada, birinci kateqoriyada bəli, şöbə müdirinin müavinləri hamısı üçüncü təsdiqatdır. Yadda saxlayın bunu. Sonra burada var ki, Naxçıvanın belə deyək, Nazirlər Kabinetinin aparatının rəhbərinin müavini. Ümumiyyətlə Naxçıvan Nazirlər Kabineti ikinci kateqoriyada. Bayaq demişdim sualda. Və ikinci kateqoriyada Naxçıvana aydın hissədə aparat rəhbərləri ikinci təsdiqatdır. Aparat rəhbərinin müavini şöbə müdiri 3-dür, şöbə müdirinin müavini 4-dür, mütəxəssisləri 5-dir. Yadda saxlayın bunu. Bitdi getdi. Bu da nə oldu? Bu da üçüncü təsdiqat oldu. Bir dənə C variantı qaldı ki, Təhsil Nazirliyində şöbə müdiri. Təhsil Nazirliyinin şöbə müdiri vəzifəsi neçənci təsdiqatdır təbii ki? Dördüncü təsdiqatdır. Çünki bu da ikinci kateqoriyadır. Nazirliklərdə aparat rəhbər və müavinləri üçüncü təsdiqatdır. Şöbə müdiri müavinləri dördüncü təsdiqatdır. Nazirliklərin mütəxəssisləri də beşinci təsdiqatdır. Bitdi getdi. Bu vəzifənin neçənci təsdiqatı yoldaşlar? Dördüncü təsdiqat. Bu qədər sadə. Daha sonra deyir ki, etik davranış qaydalarına əsasən, yəni hər bir dövlət qulluqçusu nəyə rəhbər tutmur da, yəni bu qanun müddəalarına əməl edərkən nəyə rəhbər tutmur? Qanun alini rəhbər tutur, insan hüquqlarını rəhbər tutur, yüksək etik davranış qaydalarını rəhbər tutur, amma ictimai prinsiplər deyə bir şey rəhbər tutmur. Etik davranış qaydaları haqqında qanunda birinci maddənin birinci sözüdür. Yəni orada bunlar var. Demokratik prinsiplərdir, qanunun alilidir, insan hüquqları və yüksək etik davranış qaydaları. Bu dörd dənə halı rəhbər tutaraq hər bir dövlət qulluqçusu bu qanun müddəalarına əməl etməyə borcludur. Amma orada ictimai prinsiplər yoxdur. Bitdi getdi. Hansı etik davranış qaydalarına aiddir? Yəni bunların hansı etik davranış qaydası deyil. İctimai etimada hamımız bilir ki, var. Bəli, bu ictimai etimad bir etik davranış qaydasıdır. 15 dənə etik davranış qaydası var da, bunlardan biri də budur. Loyallıq da var. Vicdanlı davranış da bir etik davranış qaydası, yəni 15-in içindədir. Peşəkarlıqla fərdi məsuliyyətin artırılması olmalıdır. İctimai məsuliyyəti yox, fərdi məsuliyyətin artırılması olmalıdır. Fərdi, ictimai söz olmalı deyil. Bitdi. Cavab B. Konstitusiya əsasən vitse-prezidentlə bağlı qeyd olunanların hansı doğru deyil? Birinci vitse-prezident, vitse-prezidentlər prezident tərəfindən vəzifəyə təyin olunur və azad edilir. Razıyam. Təbii ki, ali təhsillər olur, başqa dövlət qarşısında öhdəliyi olmayanlar olur və vətəndaşlarımız təyin oluna bilərlər, seçki hüququ olanlar vitse-prezident təyin oluna bilərlər. Bununla da razıyam. A-da razıyam, B-lə də razıyam. Prezident vaxtına və vəzifədən getdikdə yeni prezident seçilənədək prezident səlahiyyətlərinin birinci vitse-prezident icra ediləcək. Bəli, razıyam. Bununla da razıyam. 60 gün müddətində növbədən kənar olur demişdik orada. O müddət ərzində kimləşdi. Birinci təbii ki, vitse-prezident gəldi ondan sonra. Vitse-prezident 7 il müddətə seçilir. Xeyr, elə bir şey yoxdur. Elə bir şey yoxdur. 7 ildə seçilən kimdir? Prezident.
Vəssalam. 7-21 seçilən prezident. Korrupsiyaya qarşı mübarizə qanuna əsasən korrupsiyadan bağlı hüquq pozmanın subyekti deyil. Ümumiyyətcə, Konstitusiya qanununa verilmiş qayda dövlət orqanlarına seçilmiş şəxslər təbii ki, bu qanun subyektlərində var. Özdə vəzifəli şəxs kimi subyektlər. Xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər də var, özdə vəzifəli şəxs kimi subyektlər. İnzibati vəzifə tutan dövlət qullusları da var, özdə vəzifəli şəxs kimi subyektlər, amma yardımçı vəzifə tutan dövlət qullusları isə subyekt deyillər. Onlar qeyri-vəzifəli şəxslər, yəni onlar subyekt getmirlər, yadda saxlayın. Yardımçı vəzifə tutan dövlət qullusları subyekt deyillər, yoldaşlar. Bunu yadda saxlayın. Yəni onlar korrupsiyaya qarşı mübarizə qanuna əsasən korrupsiyanın subyekti deyillər. Cavab nə oldu? Cavab D bəndi oldu, yoldaşlar. Bitdi, getdi. Məlumat çatdığı haqqında qanuna əsasən məlumatın mənbəyi hesab edilmir. Gəlin arxadan başlayaq. Açıq çıxışlar var, təbii ki. Kütləvi informasiya vasitələrinin məlumatları var. Məlumata əks etdirən sənədlər və başqa daşıyıcılar var, amma anonim məktublar deyə bir şey yoxdur. Anonim məktublar ümumiyyətcə məlumatın mənbəyi deyilən bir şey hesab edilə bilməz qətiyyən. Vətəndaşların müraciəti haqqında qanuna əsasən nə vaxt müraciət baxılmış hesab olunur? Çox qəşəng sualdır həqiqətən də. Çox tələbənin çaşdırdığı sualdır. Müraciət o zaman baxılmış hesab olunur ki, yoldaşlar, mən bunu hər zaman deyirəm. Orada bir əsar söz var. Nədir açar söz? Əsaslandırılmış cavab verildi. Özünə bax, burada görün, yazır ki, müraciət göstərən məsələyə baxıldıqda. Yox. Müraciət göstərən məsələ baxıldıqda bu barədə vətəndaşa şifahi cavab verildi. Yox. Bu barədə vətəndaşa əsaslandırılmış cavab verdikdə. Xeyr, bu da tam cavab deyil. Cavab C idi. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verdikdə. Baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verdikdə. Diqqətli olun. Diqqətli olun. Bəli. Baxılmalıdır və nə olsun bu net cavab deyil axı vətəndaşa əsaslandırılmış cavab verdikdə. Nə cavab verdilər? Hansı nəyə bağlı cavab verdilər? Təbii ki, ola bilər. Müraciətə baxılmalıdır və bununla bağlı vətəndaşa əsaslandırılmış cavab verdikdə. Belə olmalıdır yəni. Net cavab budur. Cavab nə olur? Təbii ki, cavab C bəndi yoldaşlar. Diqqətli olun. Və müraciətə göstərilən məsələ ilə bağlı digər subyektlərə aid olarsa, neçə iş gündən gec olmayaraq aidiyyat üzrə göndəriləcək. Təbii ki, bu 3 iş gündən gec olmayaraq aidiyyat üzrə neçə iş günə göndərilir? 3 iş günü burada bildiyimiz kimi bir neçə subyekta aidsə 3 iş günü müddətinə iş sözünün yoxdur burada. Mən yazıram bura. 3 iş gündən gec olmayaraq nə edəcək bu? Təbii ki, göndəriləcək. Hara? Həmin subyektlərə. Yəni məsələn bu subyektə aid deyilsə, onun sürəti çıxarılır həmin orqana. 3 iş gündə göndərilir həmin subyektlərə. Vəssalam, bitdi, getdi. Dövlət dili haqqında qanuna əsasən nə zaman, qanuna verilmiş hallarda hansı akt əsasən bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər. Biz bilirik ki, təbii ki, bütün məhkəmələrə icraatlar dövlət dilində aparılır. Amma məsələn, burada mülki prosessual məcəlləyə əsasən, mülki işlərlə bağlı, inzibati mübahisələrlə bağlı işlər və ya digər məsələlərlə bağlı hallar var ki, bu hallar digər dillərdə aparıla bilər. Yəni, bu kimi digər bütün növ məhkəmələr, yəni mülki prosessual məcəlləyə əsasən digər dillərdə aparıla bilər yoldaşlar. Bir də orada bir də var idi, o da hansı idi? Təbii ki, cinayət məsələlərlə bağlı işlərdə cinayət prosessual məcəlləyə əsasən digər dillərdə aparıla bilər. Burada isə nədir cavab? Burada mülki prosessual məcəlləyə əsasən digər dildə aparıla bilər. Ondan sonra gəlirik nəyə? Gəlirik 25-ci suala. 24-cü sual çünki daha köhnə sualdır. 25-ci sual bildiyiniz kimi burada seçmə sualları ona görə. 25-ci suala deyir ki, normativ hüquqi haqlar haqqında reformla qəbul olunmuş aktə əsasən, belə deyək də, normativ hüquqi haqlar belə deyək, daha doğrusu qəbul olunmuş akt, qanun, fərman, digər normativ hüquqi haqlar və konstitusiya ziddiyyət təşkil etdikdə hansı normativ hüquqi akt tətbiq olunacaq? Bəli, biz demişik ki, İkisindən başqa digərlərinin hüquqi qüvvəsi təbii ki, digərlərindən belə desəm, məsələn, ikisi müqabilinin üstün olur, digərləri amma digərlərinə müqabili üstün olur. Konstitusiya və referendumla qəbul olunmuş aktdan başqa yerdə qalanlarda müqabili üstündür. Məsələn, konstitusiya və referendumla qəbul olunmuş aktdır. Bunlar müqavilə ziddiyyət təşkil edəndə konstitusiya və referendumla qəbul olunmuş akt tətbiq olunacaq. Yerdə qalan qanun, fərman, NK qərarı və mərkəzi icra orqanlarının normativ hüquq haqlarında digər müqavilələrlə ziddiyyət təşkil edərsə isə müqavilə tətbiq olunacaq. Diqqətli olun. Diqqətli olun. Burada deyir ki, reformla qəbul olunmuş aktdır, qanun, fərman və digər normativ hüquqi akt
Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə hansı normativ hüquqa tətbiq olunacaq? Baxın, burada уже başqa söhbətdir. Burada təbii ki, bu aşağılar konstitusiyaya ziddiyyət təşkil etdikdə, təbii ki, hansı tətbiq olunur? Azərbaycan Respublikasının konstitusiyası tətbiq olunacaq yoldaşlar. Bitdi, getdi. Çünki bax, həmişə demişəm, bu 6 dənə arıcılıq var da, bu düzülürsə, birinci, aşağı yuxarıya uyğun olmalı. Aşağı yuxarıya zidd ola bilməz. Hər zaman hamısı ən yuxarıya uyğun olmalıdır. Həmişə bunlar buna ziddiyyət təşkil etdi, ən yuxarı tətbiq olunacaq. Müqavilədə də müqaviləni bir az izah elədim. Burada da belə olur proses. Yadda saxlayın. Burada da həmişə aşağı yuxarı zidd ola bilməz. Yuxarıdakı hər zaman aşağılardan üstündür. Yadda saxlayın bunu. Yəni referendumla qəbul olunmuş akt olsun, qanunu, fərmanı, digər normativ hüquqi aktlar olsun ki, hamısı konstitusiyaya ziddiyyət təşkil etsə, qısa net ən yüksək kimdir burada? Konstitusiya. Vəssalam, tətbiq olunan hansıdır? Konstitusiya. Bitdi, getdi. Yadda saxlayın. Ondan sonra burada nə qaldı? Bunlar köhnə suallardır ümumiyyətcə. Yəni köhnə qəbullar var, hamısı bu da köhnə qəbul sualları da var. Burada təbii ki, 30-cu sual deyir ki, təlimata görə karcılıq xidmətinin əsas vəzifələrini aşağıdakılardan hansı aid deyil? Məsələn, struktur icra edilmiş sənədləri üzrə arxiv işinin təşkili tələb etmək. Yəni başdan başlayaq həmin yaxşısı. Post elektron post federal rapres vasitəsilə karcılığa daxil olan məlumatları qəbul etmək, qeydə almaq, ölçdürmək, çatdırmaq deyilən bir şey. Bəli, bu təbii ki, 9 dənə vəzifənin içində var idi yoldaşlar. Sənədləri göndərmək deyilən bir şey də təbii ki, 9 dənə vəzifənin içində var idi yoldaşlar. İcra müddəti təlimatın tərtibinə uyğun olaraq arxivləşdirilməsi nəzarət etməkdə var idi yoldaşlar. Amma D bəndi deyilən bir şey yoxdur. Struktur bölmələrin icra sənədlərin üzrə arxiv işi tələb etmək falan belə bir şey yoxdur. Yəni elə bir tələb yoxdur ki, yəni xidmət əməkdaşları arxiv işinin təşkilini tələb etsinlər struktur bölmələrdən. Yəni belə bir şey yoxdur yəni. Yəni bu xidmətin təbii ki, vəzifələrinə aid deyil yoldaşlar. Ondan sonra təlimata görə e, təbii ki, hə, burada təlimata görə işdən çıxarıldıqda və başqa işə keçirildikdə icraçı onda olan işləri və sənədləri bu vəzifəyə yeni təyin edilən və həmin vəzifəni müvəqqəti icra edən şəxsə necə təhvil verməlidir? Təbii ki, qısa və net. Necə təhvil verməlidir? Aktla təhvil verməlidir. Aktla təhvil verməlidir, yazıb təhvil verməlidir. Mütləq yadda saxlayın. Yəni insan məsələn iş dəyişirsə, burada nə deməlidir o? Onu yazmalıdır və aktla onu təhvil verməlidir mütləq. Deyir ki, təlimata əsasən sərəncam hansı hissədən ibarətdir? Sərəncam yalnız, təbii ki, hansı hissədən ibarətdir? Sərəncam hissəsindən ibarətdir. Sərəncamın mətni yalnız sərəncam hissəsindən ibarətdir, yoldaşlar. Bunu da yadda saxlayın. Daha sonra bu köhnə sualdır. Bunlar da təbii ki, burada digər köhnə suallar da var. Bunlar artıq sizə aid olmayan suallardır, belə deyək. Belə. Sizə lazım olan tiplər bunlar idi. Çünki inşallah ki, belə deyək də, imtahanda sizə lazım olan tiplərin hamısını göstərdik. Yəni lazım olmayan tiplərə sizə ehtiyac yoxdur. Mən lazım olan tipləri sizə göstərdim ki, yəni diqqətli olasınız. İnşallah ki, növbəti videolarda izahlar olacaq. Növbəti videolarda sizə izahlarını verəcəm. Təbii ki, növbəti dərslərdə hamısını, daha doğrusu videolarda hər bir mövzuya uyğun olaraq qarışıq sualların izahlarını sizə göndərəcəm. Hamısını YouTube'a yerləşdirəcəm, narahat olmayın, baxın, faydalanın. İnşallah may ayında imtahan verənlərin hər birinə uğurlar arzulayıram. Daha sonra iyun imtahan gəlir, imtahanda kimlər imtahan verəcəksə, onlara da bol-bol uğurlar arzulayıram. Xeyirlisindən yaxşı nəticəniz olsun. Belə, dərslərimizə qoşulmaq üçün də buyurub müraciət edə bilərsiniz. YouTube kanalımızda, Instagram səhifəmizdə izləyə bilərsiniz. Orada nömrələrimizlə, eləcə də WhatsApp-da ödənişsiz qanunverici qrupumuz var, qoşula bilərsiniz. İnşallah hər birinizə uğurlar. Xeyirlisi ilə hər birisi üçün yaxşı olar. Hələlik yoldaşlar, özünüzə müğayət olun. Uğurlar. Hələlik.